Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in. Selamun aleyküm ve rahmetullah. Bütün siz əzizlərimi bu gözəl məkandan, bu gözəl ayda salamlayırıq. Hər birinizə duacıyıq. Allah Taala bizlərə bu ayın feyzindən, fəzilətindən inayət eləsin. Dostlarına əta etdiklərindən bizlərə də əta eləsin. Kur'an ayıdır, Kur'an hakkında danışırdıq. Bugün istəyirəm bir ayə hakkında sizlərə danışam. Ələq surəsinin 14-cü ayəsində oxuyuruq. Allah Taala hər şeyə şahiddir. Allah hər şeyi görür. Allah'tan heç nə gizlin deyil. Mən yadımdadır, təzə tələbə olmuşduq. Böyük arif və alimlərdən birinin huzuruna yetişdik. Dedik ki, ağa bizə bir ayə öyrət. Bu ayə bizim həyatımızda təsirli olsun. Bu ayə bizim həyatımızı dəyişsin. Nə tövsiyə edərsən? O alim bu ayəni bizə tövsiyə etdi. Dedi, daim bunu fikirləş. Daim bunu düşün. Nədir ayəsi? Ələm ya'ləm bi ənəlləhə yara. Bilmirsən Allah səni görür? Bu barədə düşünmürsən? Ki, hara getsən, harda otursan, harda danışsan, nə iş görsən, Allah səni görür. Bunu fikirləşmirsən? Allah şahiddir, əzizlər. Muhaqqiq Hillinin bacısı oğlu Əllamə Hilli ki, böyük alim olublar hər ikisi. Buyururlar ki, Əllamə Hilli deyir, 5 yaşım var idi. Daim gecə namazı qılırdı. Ondan istədim, mənə də öyrət, mən də qılım. Dedi, sənə tezdir. Dedim, bir zikir öyrət mənə. Dedi, zikir budur ki, ya hazır ya nazır. Allah hər yerdə hazır və hər yerdə səni görür. Həyatımı bu zikirlə yaşadım. Oldu Əllamə Hilli, 13 yaşında oldu müctehid. Biz də bunu dərk eləməliyik, bunu düşünməliyik ki, heç bir zaman, heç bir vaxt biz Allahın nəzərindən uzaqda deyilik. Allah bizi görür, Allah bizi müşahidə eləyir. Nə danışırıqsa eşidir, nə iş görürüksə görür. Əzizlər, bunu fikirləşək, düşünək. Təsəvvür eləyin, bir yerdə əgər bir kamera qoysalar, bizə desələr ki, sənin kamera çəkir, o qədər özümüzü ciddi aparırıq, belə təmkinli, səbirli, hər şey qaydasında. Məxsusən bilsək ki, gələcəkdə gedib işlədiyin yerin o müdiri bu kamerada çəkilənləri görəcək, o qədər özümüzü alicənab aparırıq. Allahın kamerası daim bizi çəkir, daim bizi görür, Allahın nəzərindən uzaqda deyilik, əzizlər. Görür bizi, hazırdır, nazırdır, həmişə yanımızdadır, huzuru var. Allahın höccəti İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhuş Şərif bizi görür. Əməlimizlə onu qəmləndiririk, ya sevindiririk. Bunu fikirləşək, düşünək. Bu barədə düşünmək, fikirləşmək bizim həyatımızda təsir qoyar. Biz əgər fikirləşsək ki, Allah Teala daim bizi görür, daim bizə şahiddir, bu bizim həyatımızı gülüstana çevirər. Allahın dostu olarıq, Allahın bəndəsi olarıq. Allah istəyən kimi yaşayarıq. Diqqətli olaq, bu barədə düşünmək bizi Allaha yetirər, Allaha çatdırar. Əgər düşünsək, fikirləşsək, görərik ki, Allahın necə bizə nəzəri və lütfu olacaq. Hədisdə də oxuyuruq ki, əziz Peyğəmbərimiz, əziz dostu, səhabəsi Əbazərə bu cür tövsiyə edir. Deyir, ya Əbazər, Ubudulillah kəənnəkə tərah. Allahı elə ibadət et, sanki Allahı görürsən. Allahın ibadətini elə yerinə yetir, sanki Allahı görüb ona ibadət edirsən. Ardında buyurur ki, فَاِنْ لَمْ تَكُنْ تَرَاهُ فَاِنَّهُ يَرَاكِ.
Əgər sən onu görməsən də, qəlb evindən Allahı hiss eləməsən də, Allah səni görür. Sən Allahın nəzərindən gizlində deyilsən. Allahın nəzəri səndədir. Allah səni görür. Biz daim Allahın nəzərindəyik. Allah daim bizi görür, bizə nəzər salır. Unutmayaq bunu. Bunu fikirləşməklə, bunu düşünməklə insan hidayət olar, Allah istədiyi bəndə olar. Allah istəyən kimi yaşayar. Allahın qanunlarını həyatında tətbiq edər. Bəli, günahkarıq, günah edirik. Bu o demək deyil ki, Əhl-i Beytdən qaçmalıyıq, Allahdan qaçmalıyıq. Yox. İmamlarımızın çoxunun zamanında bu baş verib. Görürlər bir nəfər içki içib, qaçıb gedir. Deyir, hara gedirsən? Deyir, ağa utandım. Deyir, biz gəlmişik sizin islahınız üçün, sizin hidayətiniz üçün. Bizdən qaçmaqla heç nə düzəlməz. Bizə tərəf gəlin, bizə tərəf gəlməklə siz islah olacaqsınız. Elə biz göndərmişik ki, sizi islah eləyək, Allaha yetirək. İlahi, bu ayın ehtiramına bizi Allahın nəzərindən uzaq eləmə, bizi Allahın dostlarından qərar ver, bizi Allahın istəkli bəndələrindən qərar ver. Sizlərə Allaha tapşırıram, hər kəsə duaçıyam, siz də dualarınızda unutmayın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.